xəmirlərimizi yaymışıq gördüyünüz kimi. 2 böyük, 2 kiçik. Yəni biz 2 dənə hazırlayacağıq. Gürcü mətbəxindən kubdari, xaçapuridir. Yəni xaçapuri kubdari, ətli xaçapuri. Ətimiz hazırlanıb, tərkibini görmüsünüz. Yəni ora lövhəyə də yazılıb. Gördünüz. Bu da biri. Ət yumşaq, soçlu olmalıdır. Yağlı, qəşəng ət olmalıdır. Tərkibinə xarço suneli vurmuşuq. Bir də Gürcünün ədviyyatı var, kondari deyilir. Hələ biz Azərbaycanın nanəsi olan kimi, onların da o kondari deyilən otu var. Bax, ət görünə qəşəng yayılır, yumşaq. Hə, ondan vurmaq lazımdır. İndi bizdə olmadığından tapa bilmədim. Amma qalan ədviyyatda hamısını vurmuşam. Bu cürlə yaydıq. Birini mən eləyirəm, birini də mənlə paralel əlcəyi olan varsa, istəyir gəlsin yanıma, başlasın eləməyə. Hə. Bax, bunu ortaya qoyduq. Qıraqları incə birləşdiririk. Çox yox, azca ara boşluğu saxlayamalıyıq ki, çox yox, yenə də deyirəm. Bu boyda xəmirdə bir dənə, 2 dənə ara boşluğu olmalıdır ki, onun havası çıxsın. Yoxsa çox pis köpücək, o gözəlliyi də ovucun içinə yox, çalış, akkuratını belə yayırsan. Yox, bax, bunu belə birləşdirə uclarını. Niyə görə mən gətirib küt xəmiri yayırıq, belə də bükə bilərik. Yığıb bu cürlə küt bükə bilərik. Gürcü xəmir. Onda xəmir orta hissədə küt qalır. Yastılasaq belə, ət qıraqlara qaçır. Amma bu cürlə olanda daha səliqəli olur. Yəni, insan birinci səliqəni, səhmanı özü üçün eləyir, sonra başqası üçün. Ona görə də biz hər şeyi səliqə səhmanlıyıq. Bu belə, bir dənə listi ötürün bu yana, zəhmət olmasa. İndi listə qoymağımı görəcəksiniz. Qoy bura. Bax, bir də səliqə səhman verdim. Qox bunu xəmirdən. Görürsünüz necədir? Qaçmamalıdır. Bir dənə, 2 dənə balaca deşik qalmalıdır. Bəli. Yenə də aval formasını itirməmək şərti ilə səliqəyi saldıq. Üzərinə yumurtası. Mən ən yaxşısı belə eləmək yumurtanın. Bax, belə. Ən gözəli bax, budur. Yenə deyirəm, üzərinə kondari, onun ağzını açın verin mənə. Kondari aç ver. Azca səpirik. Biz indi nə səpəcəyik? Xaş-xaş. Burası səliqəni istəyirəm səpim. Bir dənə üçün, yoxdur, götürmə. İndi elə götürəcəm ki, 2026 yazmaq istəyirəm. Bir dəqiqə, Ayxan, yazacağım bunu görəcəksiniz. Gedir sobaya.